Bugünləri mamayla simit hazırladım. Qızımla simit hazırladıq bir yerdə. Xırt-xırtlı qəşəng. Beş 200 qramlıq stakanla 5 stakan un əlavə edirəm. Stakan özü 200 qramlıqdır, 200 ml. Amma un içinə 160-165 qram olur. Belə 5 dənə stakan. 2, 3, 4. Bu da son 5. 5 stakan un. 1 belə dolu çay qaşığı droj, yəni maya. Deməli 5 stakan un, 1 çay qaşığı droj və 3 xörək qaşığı belə. Bu qədər. Şəkər əlavə edirəm. Xəmir şəkərli olur, belə. Tam yox. Belə 3. Biraz duz əlavə elədim və bu qədər duru yağ əlavə edirəm. Armudu stakanı biraz, başından bu qədər az. Və son bunların da üzərinə belə bir dolu ilıq su. Bu da 200 ml stakandır. Amma ilıq olsun. Yəni ilıq olmalıdır. Tökürəm suya. Ola bilsin ki, yenə bunun yarı qədər su lazım olsun. Xəmiri yoğuranda biləcəm. Xəmirə yenə su lazım oldu. Dediyim kimi 1 stakanı tökmüşdüm. Bu qədər. Yarım da əlavə edirəm ilıq. Son da lazım olmayacaq inşallah. Xəmir hazır oldu. Belə. Xəmir hazır oldu. Belə. Yumuşaqdır. Qəşəng, çox gözəl xəmir alınır. Çox simit xəmirləri südlə də olur, su ilə də olur. Elə xəmirlər var ki, həm süd əlavə olunur, həm süd. Yəni dva v одном. Amma mən su ilə eləyirəm, çox gözəl alır. Belə indi bunu üstünü streçlə bağlayıram. Yarım saat dinləndirirəm. Belə qəşəng şişib özünə gələcək. Streçlə də bağladım üzərinə. Bu şəkildə və dəsmalla da bağlayım. Belə yarım saat dinlənsin.
Peşin. Tadına bakalım. İsti-istidir. Kaloriferleri davranıştım. Siz de hazırlayın. Siz de hazırlayın. Nuş olsun.